Yəni bir adam homoseksualda özü bilər. Heç kimin də intim məsələsi və yaxud da yataq məsələsi heç kimin borcuna deyil. Lutu da elçi göndərdik. Bir zaman o öz qövmünə demişdi: Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən siz həddi aşmış adamlarsınız. Yaxud da zina eləyirsə, özü bilər. Heç kimin də intim məsələsi və yaxud da yataq məsələsi heç kimin borcuna deyil. Zinaya yaxınlaşmayın, çünki bu iyrənc bir əməl və murdar bir yoldur. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir.